Bir qadın dövlət başçısı da olsa, nazir də olsa, mühəndis də olsa, kim olur olsun, onlar olsun, özü bilər. Amma qadın bilsin ki, evdə gördüyü iş daha üstün işdir bunların hamısından. Zamanın hayküyü icazə vermir bizə bu sözləri danışmağa. Belə söz danışsan, hay salırlar, vay qadın hüquqları belə gəldi, qadınların haqqı tapdalandı, İslam qadını evdə həbs eləyir. Vallah mən həbs eləmirəm, mən kiməm qadını həbs eləyim? Demirəm də qadın evdə otursun, geçsin həkim də olsun, mühəndis də olsun, müəllim də olsun, neynir eləsin. Amma qadın bunu başa düşsün ki, evdə gördüyü iş bunların hamısından önəmlidir. İnsan yetişdirən bir sistemdir qadın təklikdə. Və mən arzu eləyərdim bir gün universitetdə olsun, ali təhsil verilsin insanlara, qadınlara, evdarlıq dərsi. Bir dənə qadın evdarlıq eləmək üçün, uşaq tərbiyə eləmək üçün alimlərdən bir neçəsi hesablayıb görüb neçə dənə onlarla elmə sahib olmalıdır. Tibbdən tutmuş, psixologiyadan tutmuş, sosiologiyadan tutmuş, digər əxlaq elmlərinə qədər, başqa elmlərə qədər. Qadın layiqli ana olmaq üçün, layiqli övlad tərbiyə eləmək üçün bu qədər elmə ehtiyaclıdır. Qiyamət günü gəlsin, yaxud da qiyamət heç olmasın. Mən qiyamət niyə deyirəm? Çünki izah eləmək çətindir bu sözləri. Biraz bəsirətin çox olsun, görərsən ki, dünyanı analar idarə edir. Bütün dünyanı analar, qadınlar idarə edir. Amma özləri pərdə arxasında qala-qala.